Mənim pula ehtiyacım yoxdur. Satılmır, qoy satılmaz. Bu gün 2000-ə sata bilməyəcəyim yeri 2 ildən sonra 4000-ə satacağam. 2026-cı ildə evlərin qiyməti bahalaşacaqmı? Tikinti şirkəti 5000 manata 1 kvadrat metr ev satır. Zəhmət çəksin mənə də 5000 manatdan kvadratına pul versin, evimi alsın. Yeni qaydalar kirayə mənzillərin qiymətlərini qaldıracaqmı? Tələbələr bu bazarın əsas iştirakçılarıdır. Əvvəlcə sadələşdirib sonra bu qərarı qəbul etmək lazım idi. Sənədsiz evlərin nə vaxtsa sənədlərinə qovuşma ehtimalı varmı? Əmlak üzərində hər hansı bir əməliyyatı aparmaq üçün onun sənədinin olmasına ehtiyac var. Qanunsuz tikililərdən kimlərsə nə vaxtsa faydalanıblar, yararlanıblar. Bu gün həmin evləri dövlət köçürmək məcburiyyətindədir. Hər vaxtınız xeyir. Hardan başlamalı efirdədir. Hardan başlamalının bugünkü qonağı əmlak məsələləri üzrə mütəxəssis Ramil Osmanlıdır. Ramil bəy, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm dəvətiniz üçün. Minnətdarıq. Ramil bəy, əmlak məsələləri ilə bağlı mövzunu araşdıranda baxırsan ki, bir çox problemlər var və problemlərin demək olar ki, sayı hesabı yoxdur. İstər ev satışı olsun, istər hər hansı bir obyektin icarəyə verilməsi olsun, satışı olsun, sənədsiz evlər məsələsi olsun, kirayə evlər məsələsi olsun. Yəni bu müxtəlif istiqamətləri biz bunu çeşidləyə bilərik. Bu gün də söhbətimizdə çalışacağıq ki, onların bir neçəsinə dərindən də olsa toxunaq. Və əvvəlcə gəlin başlayaq sənədsiz evlərdən. Sənədsiz evlər problemi niyə bitmək bilmir? Təbii ki, ilk növbədə oradan başlayaq ki, bu Azərbaycan ümumiyyətlə mülkiyyət münasibətlərinin formalaşması, xüsusi mülkiyyətə keçid, kollektiv mülkiyyətin ləğv olunmasından sonraki bir proses oldu və bu yeni yaranmış, belə deyək də, mülkiyyət forması, ümumiyyətlə dövlətin yeni yaranması, normativ hüquqi aktların hələ tam formalaşmaması tədricən bu problemin dərinləşməsinə gətirib çıxardı və uzun illər Azərbaycanda bu proses demək olar ki, nəzarətdən kənarda qaldı. Ölkənin müxtəlif ərazilərində, xüsusən belə deyək, məskunlaşma, urbanizasiya ilə bağlı, kənddən şəhərə axınla bağlı Bakı və Abşeron ərazisində bu problemin daha da mürəkkəb bir xarakter aldığını müşahidə etdik. Və təəssüflər olsun ki, o zaman həmin prosesin qarşısını almaqda vəzifələndirilmiş, yəni birbaşa vəzifəsi olan yerli icra hakimiyyəti orqanları da zaman-zaman bu prosesin iştirakçısına çevrildilər və prosesin daha da inkişaf etməsinə, daha da dərinləşməsinə kömək etməyə başladılar. Nəinki onun qarşısını almağa. Problemi daha da dərinləşdirdilər. Bəli, torpaq islahatlarında müəyyən qüsurların olması, bələdiyyələrin yaranmasından sonra bələdiyyə mülkiyyətinə torpaqların verilməsi ilə bağlı müəyyən problemlərin mövcudluğu, sonraki mərhələdə həmin torpaqların alqı-satqısı ilə bağlı ortaya çıxan müəyyən bürokratik problemlər və s. məsələlər insanları məcbur etdi ki, onlar daha çox sənədsiz, sənədi olmayan torpaq sahələrini, daha kiçik ölçülü torpaq sahələrini alıb orada məskunlaşmağa üstünlük versinlər. Eyni zamanda təbii ki, şəhər mərkəzində və mərkəzə yaxın olan ərazidə yaşayan və sonraki mərhələdə maddi imkanları o qədər də yaxşı olmayan təsərrüfat subyektlərinin sayı artan, məsələn, deyək ki, atanın 2 övladı var idi, 3 övladı var idi, oğlu var idi, ailə qururdular, onları ayırmaq lazım idi. Tutaq ki, Gənclik metrosunun yanında bir 3 otaqlı, 4 otaqlı Sovet dövründən qalmış bir evləri var idi. Məcbur idi o evi satsın, tutaq ki, Masazırda, nə bilim, hansısa başqa Xırdalanda və yaxud da başqa bir ərazidə onun əvəzinə 2-3 həyət evi tiksin və yaxud torpaq alsın və bununla da o, belə deyək də, genişlənmiş o təsərrüfat subyektləri ilə bağlı problemini həll etsin, aradan qaldırsın. Və bu nəticə etibarilə bax, çox sayılı sənədsiz ev probleminin yaranmasına gətirib çıxardı ki, bu gün də hökumət həmin problemin aradan qaldırılması ilə bağlı variantlar üzərində çalışır, işləyir. Bununla bağlı çox sayılı müzakirələr, müəyyən təşkilati işlər, texniki məsələlərin həlli istiqamətində, məsələn, elektron informasiya sisteminin yaradılması istiqamətində görülən işlər, xarici təcrübənin öyrənilməsi və s. və ilaxır. Və bunlara sərf olunan kifayət qədər zaman və resurs. Vəsait, bəli. Zaman onsuz da, belə deyək də,
Təbii ki, dövlət qurumlarının işi əslində bu proseslərin həll olunması məsələsidir. Amma daha çox dövlətin bu məsələlərdə, yəni bu problemlərlə bağlı əlavə maddi baxımdan əlavə yüklənməsi, büdcə vəsaitlərinin səmərəsiz istifadəsi məsələsi ortaya çıxır. Çünki müəyyən ərazilərdə infrastruktur layihələrinin icrası ilə bağlı söküntü işlərinə ehtiyac olur. Qanunsuz tikililərdən kimlərsə nə vaxtsa faydalanıblar, yararlanıblar. Bu gün həmin evləri dövlət köçürmək məcburiyyətindədir. Onların sahiblərinə kompensasiya ödəmək məcburiyyətindədir və s. və ilaxır. Halbuki zamanında həmin Bəli, tikililərə göz yumanlar olub. Bəli, bununla bağlı müxtəlif qərarlar qəbul olunur, qanunlar dəyişdirilir, normativ hüquqi aktlarda müəyyən əlavə dəyişikliklər ortaya çıxır, amma problem təbii ki, tam həllini tapmır və tam həllini tapması üçün hesab edirəm ki, bu istiqamətdə vahid bir qərarın qəbuluna ehtiyac var. Hazırda əlimizdə hər hansı bir dəqiq rəqəm varmı və yaxud da təxmini rəqəm varmı ki, ölkəmizdə neçə sənədsiz ev var? Təxmini rəqəm var. Bu rəqəm təqribən yarım milyon ətrafındadır. Hesab edirəm ki, bundan daha çoxdur. Yəni, bu mənim subyektiv yanaşmamdır. Amma bütövlükdə dövlət qurumlarının və onların vəzifəli şəxslərinin, rəhbərlərinin təqdim etdiyi informasiyalara əsaslansaq, təqribən 400-500 min aralığındadır. Və o evlərin, həmin fərdi yaşayış evlərinin özbaşına tikililərin o qədər çox şaxəli problemləri var ki, vulkanik ərazidə yerləşən, aktiv mədən ərazilərində yerləşən, mühafizə zolaqlarına düşən və eyni zamanda müxtəlif təyinatlı torpaq sahələrinin üzərində inşa olunmuş çox saylı fərdi yaşayış evləri var ki, onların sənədləşdirilməsi ilə bağlı təbii ki, çox ciddi şəkildə düşünmək lazımdır. Yeni qərarların qəbuluna ehtiyac var. Bu dediyiniz ərazilərdə olan sənədsiz evlərin nə vaxtsa sənədlərinə qovuşma ehtimalı varmı? Təbii ki, son 2 ildə bununla bağlı kifayət qədər pozitiv düşünmək üçün əsaslar var idi. Və hətta bir sıra müzakirələrdə iştirak zamanı hesab edirdik ki, yəqin ki, 2024-cü il problemin həlli ili kimi tarixə düşəcək. Amma çox təəssüflər olsun ki, problem öz həllini tapmadı. Amma mən hesab edirəm ki, yəni hökumət bu istiqamətdə kifayət qədər addımlar atıb. Elektron informasiya sistemi hazırdır. Sənədlərin qəbulu ilə bağlı hər hansı bir problem yoxdur. Problemin həlli istiqamətində müxtəlif formalı və müxtəlif formatlı görüşlər, müzakirələr aparılıbdır. Dünya Bankının iştirakı, müxtəlif xarici qurumların iştirakı, eyni zamanda təbii ki, yerli təşkilatların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə. Sadəcə hesab edirəm ki, bu istiqamətdə veriləcək vahid bir qərarı əngəlləyən hansısa bir məsələ var. Yəni, problem mövcuddur. Vahid qərar dedikdə nəyi nəzərdə tutursunuz? Yəni, məsələn, ayrı-ayrı vaxtlarda belə istiqamətlər üzərində işlənilib ki, Cənab Prezident tərəfindən daşınmaz əmlakın dövlət reyestri haqqında qanunun müxtəlif maddələrinə əlavə və dəyişiklik edilməsi ilə bağlı fərman verilib və s. 539-cu saylı fərman və s. Və bunu oxşar bəzi qərarlar və hökumət hesab edir ki, bu cür qərarlarla bu problemi həll etmək olar. Amma biz düşünürük ki, bu problemin həlli deməli 2019-cu ildə çoxmənzilli binaların istismarına icazənin sadələşdirilməsi ilə bağlı Cənab Prezidentin fərmanı oldu. Və o fərmana oxşar şəkildə bir qərarla həll olunmalıdır. Yəni, burada vətəndaş getsin, torpaq sahəsini yenidən alsın, onun təyinatının dəyişdirilməsi ilə bağlı harasa müraciət etsin, hansısa qapıları döysün, bu istiqamətdə müəyyən sənədlər toplasın filan. Hesab edirəm ki, bu şəkildə bu problemi həll etmək ya mümkün olmayacaq, ya da buna ən azı bir illərlə 10 ildən, 15 ildən artıq vaxt lazım olacaq. Ona görə mənim düşüncəm ondan ibarətdir ki, biz bilirik artıq problemin mahiyyəti nədən ibarətdir. Biz bilirik hardakı tikililərin sənədləşdirilməsi mümkündür, mümkün deyil və buna uyğun şəkildə də qərar qəbul olunmalıdır.
Burhan bəy, bəs sənədsiz ev almağın hansı riskli tərəfləri var? Əslində biz elə bayaqdan bu risklərdən danışırıq. Yəni belə deyək də, daşınmaz əmlak insan həyatında ən bahalı, ən qiymətli əşya sayılır. Və Azərbaycan mental xüsusiyyətlərinə görə daşınmaz əmlaka olduqca həssas yanaşan toplumlardan biridir ki, mən hesab edirəm ki, dünyada bəlkə də az sayda xalqlar var ki, bizi qədər daşınmaz əmlaka həssas yanaşır. Daşınmaz əmlakın əldə olunması, saxlanması, idarə olunması və s. məsələsində onun bir mülkiyyət subyekti kimi mülkiyyətini təsdiq edən sənədin olması ən vacib, ən əhəmiyyətli faktorlardan biridir. Bu, ölkə qanunvericiliyi də tənzimlənir. Eyni zamanda, məsələn, indi Bakı şəhərinin baş planının 2020-2040-cı illər üzrə baş planının icrası istiqamətində qərarlar verilir, addımlar atılır, dövlət proqramları icra olunur. Və bu istiqamətdə icra olunan layihələrdə bir çox ərazilərin söküntüsü məsələsi aktuallaşır. Sökülən evlərin sənədinin olmaması təbii ki, onun sahibləri üçün müəyyən problemlər yaradır, ortaya çıxarır. Bu mənada hesab edirəm ki, ilk növbədə bax, bu istiqamətdə vətəndaş maraqlı olmalıdır ki, daşınmaz əmlakın sənədi olsun. Bundan başqa, əmlakı satmaq, girov qoymaq, bağışlamaq, vərəsəlik formasında ötürmək, əmlak üzərində hər hansı bir əməliyyatı aparmaq üçün onun sənədinin olmasına ehtiyac var. Əks halda mümkün deyil. Əgər bir evin sənədi yoxdursa və məsələn düşünək ki, bir həyət evidir, böyük bir yaşayış yeridir, bir neçə ev var ki, onların sənədi yoxdur və həmin o evlərin yerində yeni bina tikiləcək, hündür mərtəbəli bir bina tikiləcək və biz dəfələrlə şahidi olmuşuq ki, həmin o MTK-ların sahibləri ilə bir çox hallarda ev sahibləri arasında qiymət məsələsində bir mübahisələr yaranır, narazılıqlar yaranır. Sənədsiz ev olanda bu mübahisələrin sayı daha da arta bilərmi? Təbiidir. Niyə təbiidir? Qoy deyim. Biz məsələyə təkcə satıcı prizmasından yanaşmayaq, alıcı tərəfdən də baxaq. Deyək ki, tikinti şirkətinin sahibi o sənədsiz tikilini alır və onun altındakı torpaq sahəsinin sənədi olmadığına görə orada aparacağı tikinti ilə bağlı əmlak məsələləri dövlət xidmətindən ən azı icarə müqaviləsi almaq torpağa dair almaq məcburiyyətindədir. Siz təsəvvür edin ki, bir tərəfdən vətəndaşdan tikilini alır və sonraki mərhələdə onun torpağının alınması, torpağın əldə olunması ilə bağlı da tikinti şirkətinin əlavə xərcləri ortalığa çıxır. Bu mənada təbii ki, həmin obyektin, həm tikilinin, həm torpaq sahəsinin sənədinin olması əhəmiyyətli məsələlərdən biridir. Qiymətə də təsir. Vacib məsələlərdən biridir. Təbii ki, qiymətə təsir göstərir. Hansı evin ki, sənədi var, o evin qiymətləndirilməsi ilə bağlı, o evin dəyərinin müəyyən olunması ilə bağlı heç bir problem yoxdur. Çünki kifayət qədər ətrafda analoqlar var. Analoqlar olmasa belə, həmin ərazidə torpağın dəyərini müəyyənləşdirib, ən azından evə tikiliyə çəkilmiş xərcləri müəyyən etməklə o evin dəyərinə gəlib çıxmaq mümkündür. Amma bəzi hallarda bir də baxırıq ki, tutaq ki, vətəndaşın 50 kvadratlıq, 60 kvadratlıq tutaq ki, ötən əsrin ortalarında inşa olunmuş, tikinti norma və standartlarına cavab verməyən bir tikilisi var. Deyir ki, burada tikinti şirkəti 5000 manata 1 kvadrat metr ev satır. Zəhmət çəksin, mənə də 5000 manatdan kvadratına pul versin, evimi alsın. Və alarkən də mütləq çöldən çölə sahəmi hesablasın. Tələblər, yanaşmalar bu şəkil alır. Ona görə də hesab edirəm ki, sənəd bu cür mübahisələrin də həlli istiqamətində olduqca vacib bir məsələdir. Azərbaycanda son illər evlərin qiymətləri niyə bu qədər bahalaşıb? Kifayət qədər maraqlı sualdır. Hesab edirəm ki, Azərbaycanda evlərin qiymətinin
bu qədər bahalaşmasının müxtəlif səbəbləri var. Amma ən birinci və ən əsas səbəblərdən biri ölkədə qiymət siyasətinin müəyyən qrupların, konkret desək, tikinti şirkətlərinin nəzarətində olması ilə bağlıdır. Siz deyə bilərsiniz ki, yaxşı, o zaman tək yeni tikililərin qiyməti qalxsın da. Niyə köhnə binalardakı qiymətlər qalxır? Niyə torpaq sahələrinin qiyməti qalxır? Və bayaqdan apardığımız müzakirələrdə əslində qismən bu məsələyə toxunmuşuq biz. Bir daha qeyd edim. Köhnə binadakı sakin yeni binanın potensial alıcısıdır, yeni tikilinin. Tutaq ki, Gənclik metrosunun yaxınlığında yeni tikilinin 1 kvadrat metrinin qiyməti təmirsiz vəziyyətdə 5000 manata qalxıbdır. Köhnə binada 3 otaqlı mənzili olan şəxs də fikirləşir ki, bu ömrünün böyük hissəsini Gənclik metrosunun yaxınlığında yaşayıbdır. Və indi evi satıb yeni binaya köçmək məsələsi çıxıb ortalığa. Əgər yeni binada 5000-dirsə qiyməti, bu niyə ucuz satsın? Bu da təbii ki, birbaşa təsir edir. Yəni zərurət yaranmadıqca, evin satılması ilə bağlı xüsusi bir ehtiyac olmadıqca, adam mülkiyyətçi mənzilinə qiyməti özü qoyur və o qiyməti öz nəzarətdə saxlayır. O tərəfdə tikinti şirkəti qiyməti qaldırdıqca, bu tərəfdə mülkiyyətçi də ona uyğun şəkildə balanslaşdırmağa çalışır. İkinci məsələ, böyük torpaq sahələrinin şəhər mərkəzində və yaxud mərkəzə yaxın ərazilərdə böyük torpaq sahələrinin əsas alıcıları kimdir? Tikinti şirkətləri. Və tikinti şirkətləri torpaq sahələrini alır, onun üzərində tikinti aparır və elə qiymət müəyyən edir ki, torpaq sahəsini satan şəxs, onun satıcısı, mülkiyyətçisi məcbur olur qiyməti qaldırmağa, çünki tələb var, tələb yüksəkdir. O da qiyməti qaldırır ki, qarşı tərəfin tikdiyi binada müəyyən o torpağın, belə deyək də, dəyəri ölçüsündə müəyyən qədər tikinti sahəsi götürə bilsin, ala bilsin, əldə edə bilsin və eyni zamanda biraz da pul alsın. Yəni, bütün bu proseslər bir-birinə bağlı prosesdir. Amma deyə bilmərik ki, təkcə qiymətlər tikinti şirkətlərinə görə qalxır. Qiymətin qalxmasının başqa makroiqtisadi, inzibati, psixoloji və müxtəlif tərəfləri var. Makroiqtisadi təsirlər, məsələn, deyək də, 2022-ci ilin sonlarında Rusiyada baş verən müharibə ilə bağlı bir səfərbərlik elan olundu. Rusiyadan Azərbaycana ciddi bir axım baş verdi. Deməli, son 3 ay ərzində, 2022-ci ilin son 3 ay ərzində Azərbaycanın mənzil bazarında qiymətlər 25% artdı ki, bu son, mən deyərdim, 25 ilin rekord rəqəmi idi. Heç vaxt 3 ay ərzində, nəinki 3 ay ərzində, bir il ərzində belə bəzi hallarda bu qədər qiymət artımını biz müşahidə etmirdik. 25% qiymət artdı. Bu nəyin hesabına baş verdi? Bazara pul axınları artdı, tələb kəskin artdı və bazarda birdən-birə qiymətlərin sıçrayışlı artımı baş verdi. Azərbaycan bazarının tutumu kiçik idi. Təsəvvür edin ki, Rusiyadan xeyli sayda alıcı daxil olub, bazarda mənzil axtarır, aləm dəyib bir-birinə. Alıcılar da yüzlərlə yox, minlərlə alıcı idi. Məsələn, bir binada 10, 20, 30, 50 mənzil alanlar vardı hətta. Yəni, bu səbəblər var, makroiqtisadi təsirlər var. Məsələn, bazara pul axınlarının artımı, tələbin kəskin artımı. Bu səbəblər, məsələn, deyək ki, Azərbaycan bazarından asılı olmayan, dünyada baş verən müəyyən iqtisadi tendensiyalardan formalaşan müxtəlif səbəblər, istehlak qiymətlərinin artımı, məsələn, qızılın qiyməti artır, digər istehlak məhsullarının qiyməti artır, tikinti materiallarının qiyməti artır. Bütövlükdə bazar üzrə biz bütün istiqamətlərdə qiymət artımını müşahidə edirik. Bu da təbii ki, daşınmaz əmlak bazarına da təsir edir. Və nəhayət inzibati faktorlar. Təəssüflə qeyd etməliyəm ki, Azərbaycan bazarında bəzi hallarda inzibati faktorlar
makroiqtisadi təsirləri üstələyir bazardakı qiymətlərə təsir baxımından. Niyə? Məsələn, niyəsini deyim. Deməli 2018-ci ilin sonunda icra hakimiyyəti tikintiyə icazələrin verilməsi məsələsi icra hakimiyyətlərindən alındı, müvəqqəti olaraq verildi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə. Həmin sərəncam veriləndən sonra 2019-cu ilin yanvar ayının 1-də Azərbaycanda tikinti ilə bağlı icazələrin verilməsində inqilabi dəyişiklik baş verdi. Məsələn, nə baş verdi? 1. Əmsallar tətbiq olunmağa başladı şəhər üzrə. Məsələn, əvvəl deyək ki, hardasa bir 20 sot, 30 sot boş ərazi tapırdı tikinti şirkəti. Gedirdi icra hakimiyyətindən bir sərəncam alırdı və orada deyək ki, 2 bloklu 18 mərtəbəli, 20 mərtəbəli bir bina tikirdi. Amma bu qərar qəbul olunandan sonra nə baş verdi? Tələblər dəyişdi. Tələb nə idi? Bakı şəhəri üzrə maksimum tikinti sıxlıq əmsalı 2,8 əmsalına endirildi. Bu nə deməkdir? Bu nə deməkdir? Yəni, sənin mövcud torpaq sahən neçə kvadrat metrdirsə, o 2,8-ə vurulur və orada aparılacaq tikinti sahəsi ondan çox olmamalıdır. Yəni, 1 hektar torpaq sahəmiz var, 10.000 kvadrat metr torpaq sahəmiz var. 10.000 kvadrat metr torpaq sahəsində yeni qaydalarla bizə icazə verilirdi maksimum 28.000 kvadrat metr tikinti aparmağa. 28.000 kvadrat metr tikinti sahəsini 16 mərtəbəyə bölsək neçə bina düşür? Cəmi 2 bina. Yəni, əvvəl 20 sotda apardığı tikintini sahibkar 1 hektarda aparmağa məcbur oldu. Və bu sahibkar üçün itki deməkdir. Bu torpaq sahələrinin, torpağın tikintinin maya dəyərindəki xüsusi çəkisini əhəmiyyətli dərəcədə artırdı. Məsələn, torpaq sahəsinin dəyəri tikintinin maya dəyərində əgər əvvəllər 5, 3, 10% dəyərlə ifadə olunurdusa, xüsusi çəkiş. Bu qərardan sonra bəzi ərazilərdə 40%-ə qalxdı bu rəqəm. Məsələn, sahibkar bir torpaq sahəsini alırdı, tikintiyə başlayanda bəlli olurdu ki, artıq həmin inşa edəcəyi binanın 1 kvadrat metrinin dəyəri ona 1500, 1600, 1800, 2000 manata başa gəlib artıq. Bundan sonra çəkəcəyi xərcləri də onun üzərinə əlavə etməlidir və mənfəət marjasını da üzərinə əlavə etməlidir. Və burada dəyər gəlir, 1 kvadrat metrin dəyəri gəlir 4000-ə, 5000-ə. Və bu qaydaların dəyişməsi, əmsalların tətbiq olunması təbii ki, sahibkarları məcbur etdi ki, onlar qiyməti artırsınlar. Tikinti sahəsi ümumiyyətlə uzun müddətli investisiya aləti hesab olunur, yəni daşınmaz əmlak. Bura qoyulan vəsaitin qısa müddətdə geri qayıtması mümkün deyil. Bütün bu sadaladığınız səbəblərlə paralel tikinti şirkətləri qiymət artımında süni vasitələrə el atırlarmı? Əslində o məsələyə gəlirdim sonuncu variant kimi, sonuncu məsələ kimi. Bəli, süni vasitə nədən ibarətdir? Geniş rəqabətin olmaması bu sahədə. Yəni, mən hesab edirəm ki, sağlam rəqabət mühiti yaradılsaydı, Azərbaycan bazarındakı tikinti şirkətləri bilavasitə dövriyyə aktivlərindən asılı olsaydılar, onlar bu qədər, belə deyək də, qiymət siyasətində mühafizəkar yanaşma ortalığa qoya bilməzdilər. Yəni, təsəvvür edin ki, tikinti şirkətinin kifayət qədər kənar maliyyə resursları var. Yəni, o eyni zamanda 50 dənə çox mənzilli bina tikmək imkanına malikdir. Və inşa etdiyi binadakı mənzilin satılıb satılmaması onun öz fəaliyyətini davam etdirməsinə heç bir təsir göstərmir. Kifayət qədər kənar maliyyə resursları var. Ona görə də, məsələn, satılmasa belə, 3 il mənzil satmasa belə, 5 il mənzil satmasa belə heç bir problemi olmayacaq. Hər hansı bir şey itirir. Hətta tikinti şirkətlərinin rəhbəri ilə söhbətimiz zamanı bunu açıq şəkildə etiraf edən şirkət rəhbərlərinə rast gəlmişəm ki, deyir ki, qardaş,
bilirsən nətərdir? Mənim pula ehtiyacım yoxdur. Satılmır, qoy satılmaz. Bu gün 2000-ə sata bilməyəcəyim yeri 2 ildən sonra 4000-ə satacağam. Düz də deyir əslində və o proqnoz deyildi ha. O əslində reallıq idi, mövcud reallığın ifadəsi idi. Biz onu proqnoz kimi qəbul edirdik və bu gün görürəm ki, həqiqətən də doğru yanaşmaymış. Məsələn, tikinti şirkəti mənzil sata bilmədiyi halda, gəliri olmadığı halda işçi saxlaya bilməsə, icarəyə götürdüyü qurğu və avadanlıqların pulunu verə bilməsə, tutaq ki, tikintini davam etdirə mal material ala bilməsə, o məcbur olacaq qiyməti aşağı salsın ki, satışı, yəni realizasiyanı artırsın. Satış artsın, gəlirləri artsın, ən azı o xərcləri ödəyə bilsin. Maliyyə qaynağı ancaq bu tikintidən gələn şirkətlər buna məcburdur. Bəli. Onu o qeyd etdiyim kimi, yəni o dövriyyənin olmaması, satışın olmaması onun fəaliyyətinə heç bir mənfi təsir göstərmədiyinə görə tikinti şirkətləri qiymət siyasətində sadəcə havadan götürülmə və təqribən 50-60% mənfəət marjasına söykənən qiymət siyasəti həyata keçirirlər. Bunu bacarmayan tikinti şirkətləri olubmu ki, bina tikintisini yarımçıq saxlayıblar? Müxtəlif vaxtlarda olub belə şirkətlər əvvəlki illərdə, amma son illərdə belə şirkətlərə rast gəlinmir. Çünki son illərdə açıq deyim, yəni tikinti şirkətlərinə icazələrin verilməsi prosesi biraz sərtləşdiyinə görə tikintinin mövcud maliyyə imkanları da nəzərə alınır bəzi hallarda. Ona görə belə hallara o qədər də çox rast gəlinmir. Ona görə də 10 il əvvəllə müqayisədə bir tikinti bumu yaşanırdı Abşeron yarımadasında, amma son illər biz baxırıq ki, belə deyil. Burada bir çox səbəb ola bilər. Torpağın azalması da ola bilər, eyni zamanda sizin o dediyiniz qaydaların da, tələblərin də sərtləşməsi. Qaydaların sərtləşməsi burada daha çox rol oynayır hesab edirəm. Məsələn, bir statistika deyim sizə. 2008-ci ilin statistikasına baxsaq, 2008-ci ildə bazarda fəaliyyət göstərən tikinti şirkətlərinin sayı il ərzində 250-dən yuxarı olurdu. 250 şirkətin inşa etdiyi ümumi tikinti sahəsi 4,5 milyon kvadrat metr sahəni əhatə edirdi. Bu gün Azərbaycanda il ərzində fəaliyyət göstərən tikinti şirkətlərinin sayı 50-dən bir qədər çoxdur. Təqribən o 250 şirkət 5 dəfə azalıb. Plus inşa olunan tikinti sahəsinin həcmi illik gəlir 1,7, 1,8 milyon kvadrat metri ötmüş. Nə proqnoz verirsiniz? 2026-cı ildə evlərin qiyməti bahalaşacaqmı? Təəssüf ki, proqnoz Azərbaycan bazarı üçün o qədər də belə deyək də normal, yaxşı qəbul olunmayan bir haldır. Çünki xüsusən bizim bu sahədə fəaliyyət göstərən mütəxəssislərin, ekspertlərin proqnozları bəzi hallarda bazara daha çox mənfi təsir göstərir. Yəni müəyyən mərhələdə süni axın yaradır. Biz deyirik qiymət artacaq, əlində müəyyən vəsaiti olan şəxs dərhal qaçır bazara almaq üçün bir qısa müddətli bir axın yaranır və müraciətlərin sayı artan kimi bunu tələb artımı kimi qəbul edib adamlar qiyməti artırırlar. Bəs azalacaq desəz? Azalacaq dediyimiz halda təəssüf ki, o qədər də ciddi bir dəyişiklik olmur. Məsələn, son günlərdə bəzi dostlarımızın dilindən bu fikir səslənmişdi. Amma bunu daha çox baxdım sosial şəbəkələrdə daha çox hansı formada müzakirəyə çeviriblər. Yəni, bu nə qədər realdır, real deyil. Sanki burada da tikinti şirkətlərinin, o tikinti maqnatlarının bir marağı görsənirdi ki, tez bu fikri dövriyyədən çıxarmaq lazımdır, yalanlamaq lazımdır ki, bu kənarlaşsın dövriyyədən. Yəni, faktiki olaraq proqnozu həm də ona görə vermək mümkün deyil ki, bizim Azərbaycan bazarında indikator mövcud deyil. İndikator olmayan bazarda bəzən baxırıq kimsə %1 dəqiqliklə proqnoz verir ki, ilin sonuna qədər məsələn 8,56% qiymət artacaq, o anormal bir şeydir. Amma son illərin təcrübəsi... Amma təcrübə tərəfdən məsələyə yanaşsaq, bayaq təhlil etdiyimiz istiqamətlər üzrə
son illərin tendensiyasına baxsaq görürük ki, bəli, daha çox qiyməti artıracaq şərtlər var. Məsələn, düzdür, bu il büdcə xərclərinə baxanda tikinti və infrastruktur layihələrinə ayrılan vəsaitlərin həcmində cüzi nisbi artım var. Əhəmiyyətli artım yoxdur. Amma yəni büdcə daha çox qənaətlə xərclənmə formasına keçib. Amma buna baxmayaraq Bakı şəhərinin baş planının icrası istiqamətində çox saylı dövlət proqramları icra olunur. Müxtəlif yollar çəkilir, infrastruktur layihələri icra olunur. Möhtərəm prezidentin özünün çıxışlarına baxanda görürük ki, hətta ölkə başçısı belə elementar infrastrukturla bağlı problemlərdən birbaşa məlumatlıdır və bu məsələləri artıq nəzarətə demək olar ki, öz üzərinə götürübdür. Kanalizasiya, məsələn, yağış sularının idarə olunması, yol infrastrukturu ilə bağlı məsələlər, nəqliyyat infrastrukturu ilə bağlı məsələlər. Yəni, bu onu deməyə əsas verir ki, ölkə başçısı əgər ilin başlanğıcında o məsələlərə birbaşa, bilavasitə müdaxilə edir və ilin adını şəhərsalma və memarlıq ili qoyursa, deməli, hansısa ciddi proqramların icrası gözlənilir. Və bu proqramların icrası zamanı nə baş verir? Müəyyən ərazilər alınır, köçürülür. Və bu nə deməkdir? Köçürülmə zamanı kompensasiya ödənişləri baş verir, küllü miqdarda vəsait çıxır bazara. O vəsaitin bir hissəsi yenidən daşınmaz əmlak bazarına qayıtsa nə baş verəcək? Bu artıq pul axınının artımı deməkdir. Yəni, burada bayağı qeyd etdiyimiz amil yarandı. Yəni, birbaşa iqtisadi artım, tələb formalaşdığı qiymət artımına təsir göstərdi. Digər tərəfdən, belə deyək də, söküntü hesabına nə baş verir? Ölkənin mövcud mənzil fondu azalır. Söküntü hesabına azalmaya doğru getdi. Kirayə mənzillərdə tələb formalaşdı. Evləri sökülən adamlara ya mənzil verilməlidir, mənzil verilmirsə, pul verilirsə, onlar mənzil sahibi olmaq üçün bazara çıxacaqlar. Yəni, belə məsələləri müşahidə etdikdə və təhlil etdikdə, bəli, 2026-cı ildə təəssüf ki, daha çox nisbi də olsa qiymət artımı ilə müşahidə olunan il kimi yadda qalacaq. Rahman bəy, sonda elə kirayə evlər məsələsinə toxundunuz. Bu yaxınlarda kirayə evlərlə bağlı qanuna dəyişiklik edildi. Yeni qaydalar ev sahibi ilə kirayənişin üçün nələri dəyişəcək? Əvvəlcə istərdim ondan başlayım ki, o məsələyə toxunum ki, təəssüf edirəm ki, ödəmə mənbəyindən vergi dərəcəsi, o qeyd olunan azalma, o qədər də əhəmiyyətli azalma deyil. Yəni 14-dən 10-a salındı. Bundan əvvəl 14% idi vergi ödəmə, yeni qaydalarla 10% indi. Bəli, fiziki şəxslər üçün 10% endirildi. Məsələn, mən hesab edirəm ki, bu prosesdə kütləviliyi təmin etmək və ən azından 80-90% həddinə çatdırmaq üçün bu məsələni faiz dərəcələrində diferensiallaşmış formada 2-4% həddinə qədər azaltmaq olardı. Yəni, Bakı şəhəri, Abşeron yarımadası, Sumqayıt da daxil etmək olardı, hətta Xırdalan şəhərini də daxil etmək olardı. 4%, Gəncə, digər Mingəçevir və s. böyük şəhərlər 3%, İnzibati rayon və qəsəbə və kəndlərdə 2%. Ödəmə mənbəyindən verginin fiziki şəxslər üçün həddini müəyyən etmək olardı. Bunu, məsələn deyək də, ötən illərdə gəlir vergisi filan bu istiqamətdəki o 7 illik, 5 illik, 3 illik proqram formasında tətbiq etmək olardı qərar şəklində ki, məsələn, 3 il bu şəkildə olacaq və yaxud 5 il bu şəkildə olacaq. Və 5 ilin sonunda müvafiq icra hakimiyyəti orqanları, hökumət bu məsələni bir təhlil edir, bir ortaya bir rəqəm qoyur ki, baxaq görək, icarədən gələn gəlirlərdə, daxil olmalarda nə qədər artım var? Artım fantastik olacaqdı. Çünki təsəvvür edin, 350-400 mindən yuxarı kirayə subyekti
Təxmini rəqəmlərdə hələ var. Təxmini ki, bu daha çoxdur. O subyektlərin 90%-ni biz vergi tutma obyektinə çevirə bilsək, siz təsəvvür edin, buradan kifayət qədər böyük vəsaitlər daxil olardı. Büdcəyə, bəli. Bəli. Amma təəssüf ki, bu olmadı. O ki, qaldı bunun tərəflərə nə verəcəyi məsələsinə. Burada bir narahatçılıq yaradan məqam da prosesin özünün mürəkkəbliyi məsələsidir. Siz təsəvvür edin ki, mən mənzilimi kirayə vermək istəyirəm. Mülkiyyətimdə olan mənzilimi. Orada bir rayondan gələn, burada yaşayış yeri olmayan qohummu bir 3 nəfəri də müvəqqəti olaraq qeydiyyata salmışam. Orada qeydiyyatdadılar. Təbii ki, bu da ümumi bir problemdir. Onların qeydiyyat problemini bu şəkildə əldə eləmişim. Gedirəm mənzilimi kirayə verməyə. Kirayə müqaviləsinin, yəni notarial xərclərindən gedir söhbət. Tutaq ki, 45-50 manat bunun xərci var. 40 manat bank xərcində götürsək, 41 manat forma bir dediyimiz yüklülük arayışının xərci var. Digər şəxslərin razılıq ərizələrinin alınması, o evdə qeydiyyatda olan şəxslərin razılığının alınması məsələsi var. 5 manatdan, 6 manatdan filandan. Hər fərdə görə bu Bəli, yəni təsəvvür edin, yəni mən o adamları tapmalıyam, gətirməliyəm, onlar notarial qaydada. İtirilən zaman, yol xərcləri. Bəli, təbii ki, bura siz dediyiniz məsələlər də əlavə etdikdə bu olduqca mürəkkəb bir prosesdir. Hamının telefonunda mobil notariat tətbiqi var. Sadələşdirin bu məsələni. Kirayə verən şəxs girsin mobil notariat vasitəsilə mülkiyyətində olan mənzilini kirayə versin, rahat qaydada ödənişini eləsin. 6 aydan sonra ev boşaldı, yenə eyni şeyi təkrar elə. 3 aydan sonra ev boşaldı, yenə eyni şeyi təkrar elə. Və yaxud evi vermirsən kirayə, tutaq ki, qeydiyyata düşmüsən, 2 aydan sonra adam evdən çıxdı, mülkiyyətçi də əhəmiyyət vermədi də. Bir ildən sonra bir də baxacaq ki, vergi orqanı ona böyük bir məktub göndərdi ki, sənin kirayəçin var, gətir 1 ildir vergini ödəmirsən. Adam necə sübut eləyəcək ki, yox, valla 8 ay bundan qabaq o adam çıxıb evdən yaşamır orada. Yəni bu prosesi əvvəlcə sadələşdirib sonra bu qərarı qəbul etmək lazım idi. Hətta bir versiya da var ki, artıq bundan sonra ev sahibləri öncədən 3 ayın, hətta 6 ayın ödənişini tələb etmə imkanlarını yarada bilərik biz onlar üçün. Bu da çətinlik yaradacaq kirayədə qalana. Sözsüz ki, ev sahibi prosesə müəyyən xərc çəkirsə, ya o xərci qarşı tərəfin üzərinə yönəltməyə çalışacaq, ya da onu hansısa formada kompensasiya etməyə. Bu iki variantdan biri üzərində dayanacaq mütləq. Onlardan da biri sizin dediyinizdir. Yəni çalışacaq ki, 3 ay, 6 aylıq vəsaiti qabaqcadan alsın. Çünki adam 1 aydan sonra təzədən çıxsa bu yenə kirayə müqaviləsi bağlanmalıdır. Buna sərf eləmir. Türkiyə təcrübəsində də var. Hətta 3 ayın ödənişindən də savayı bəlli bir məbləğdə depozit qoyulur ki, evimdə olan hər hansı bir əşyaya zərər yetirilərsə, mən o depozit puldan çıxacağam. Yəni bu kimi yeniliklər gələ bilərmi bizə? O qaydalar bu gün də var əslində. O qaydalar məsələn deyək də qeyri-rəsmi formada bu gün də bəzi hallarda o işləyir. Tutaq ki, bahalı evlərin, xüsusilə bahalı evlərin kirayə verilməsi zamanı vətəndaş hansısa bir xarici vətəndaşa və ya şəxsə evi verərkən deyir ki, tutaq ki, bunun aylıq kirayə qiyməti 1500 manatdır. 6 aylıq kirayə pulunu qabaqcadan məsələn 9000-i ödəyirsən, 5000 də mənə depozit qoyursan, tutaq ki, mənim evimdəki televizorun qiyməti 10.000 manatdır məsələn. Digər məişət əşyaları. Soyuducunun qiyməti məsələn 5000 manatdır. Bunlardan biri ən azından xarab olsa bu mərhələdə heç olmasa mən onu qarşılayam. Müqavilə olmadığına görə, müqavilə olsaydı o bəndləri müqaviləyə salardı. Müqavilə olmadığına görə sala bilmir. Amma indiki halda mən hesab edirəm ki, bu prosesin kütləvləşməsi üçün, bu prosesin ölkədə vətəndaşlıq hüququ qazanması üçün vacib olan o iki istiqaməti mütləq şəkildə bir, dərəcələrin minimuma qədər endirilməsi, 2, prosesin hüquqi baxımdan sadələşdirilməsi.
Yəni tutaq ki, evdə kimsə qeydiyyatda var, hansısa bir ümumiyyətlə 100-cü dərəcəli adam. Onun razılıq ərizəsinə evin kiraya verilməsi üçün nə ehtiyac var? Rahman bəy, baxın bu proseslər bəs tələbələrə necə təsir edəcək? Təbii ki, ən çox tələbələrə təsir edəcək. Çünki tələbələr bu bazarın əsas iştirakçılarıdır. Yəni faktiki olaraq biz etiraf etməsək də Azərbaycan kirayə mənzil bazarının demək olar ki, böyük hissəsini tələbələr təşkil edir. Düzdür, ucuz alıcı kütləsidir, amma bu faktiki olaraq var. Məsələn deyək də, Günəşli, Əhmədli, Həzi Aslanov, Yeni Yasamal, Sabunçu, Suraxanı bunlar qərardan kənarda deyil ki. Onlar da bu qərarın içərisinə daxildir də. Yəni o tələbələr də təbii ki, bu prosesi keçməlidirlər. Və ödəmə mənbəyindən verginin fiziki şəxslər üçün əsas xüsusiyyətlərindən biri də nədir? Qanunvericilik vergi dərəcəsi ilə bağlı ödəməni tərəflərin qarşılıqlı razılaşmasına verir. Yəni öhdəliyi birbaşa mülkiyyətçinin üzərinə qoymuş olsaydı ki, mütləq mülkiyyətçi ödəsin, bu halda məsələ biraz asan idi. Amma deyir ki, qarşılıqlı razılaşma əsasında, yəni qarşı tərəfdə mülkiyyətçi də çalışacaq, bunu yönəlsin qarşı tərəfin üzərinə. Hətta xərcləri belə çalışacaq qarşı tərəfin üzərinə yönəlsin. Bütün bu məsələlər, bütün bu yeniliklər nəzərə alınmaqla nə proqnoz verirsiniz? Yeni qaydalar kirayə mənzillərin qiymətlərini qaldıracaqmı? Qiymət artımı. Başqa alternativ bir təəssüf ki, nəsə demək mümkün deyil. Çünki bizim qeyd etdiyimiz kimi, məsələn deyək də, illik kirayə qiyməti 300 manatdan götürsək də 3600 manat olan bir mənzil üçün kirayə müqaviləsinin bağlanma xərcləri təqribən bir 300 manata yaxınlaşır. 10%-ə yaxın bir fərq deməkdir. Və bura vergini də əlavə etsək, bu rəqəm 15%-ə qədər artdı. Yəni 300 manatlığı olacaq ən azı 450 manat. Yəni 14-dən 10-a saldıq da biz dərəcəni də. Amma notarial xərclər, hüquqi o prosedurun xərclərinin də üstünə yenə qalxdı 14-ü keçdi də rəqəm. Nə baş verdi? 14% rəqəmi əlavə eləyəcək üstünə. Mülkiyyətçi deyəcək, qardaş, mən ödəmirəm, gəl bu rəqəmi sən ödə. Ən yaxşı halda deyə bilər ki, 300 manatlıq evimi 400 manata verirəm. Bəli. Ən yaxşı halda. Bəli. Deyəcək 350, 360, 370 manatdan aşağı vermirəm. Hətta o qiymət olsa daha və qiymət daha artır. Bəli, çox təəssüf ki, Azərbaycan bazarında qiymət artımları da yuvarlaq baş verir. Yəni siz 300 manatlıq mənzili qiyməti heç vaxt 10 manat artmır, 20 manat artmır. O 300-dən artır 350-yə, 350-dən 400-ə, 400-dən 450-yə bu şəkildə arta gedir. Onsuz da məsələn bu yeni qaydalara qədər kirayə mənzillərinin də qiymətlərində biz artımı müşahidə edirdik. Avtomatik olaraq mənzillərin satış qiymətləri qalxdıqca bir şəxs ev alırsa və baha qiyməti alırsa, kirayə verəndə də qiyməti yüksək qoyurdu və paralel olaraq bizim digər məhsulların satış qiymətlərinin də qalxması, yaşam tərzimizdə, maaşımızda, gəlirlərimizdə bunu hiss etməyimiz evini kirayə verən şəxsin də qiymətləri qaldırmasına təsir edəcək. Sözsüz. Onsuz da kirayə bax bu gün nə baş verir? Mənzil fondumuz yenilənirmi? Köhnə mənzillər sıradan çıxır, yeniləri gəlir. Yəni nə deməkdir? Ucuz mənzillər gedir, yerinə bahalı mənzillər gəlir. Deyək, yenə qayıdıram. Məsələn, oturduğumuz ərazidə, köhnə binada 2 otaqlı mənzillə, yeni binadakı 2 otaqlı mənzilin qiyməti, kirayə qiyməti eynidirmi? Xeyri eyni deyil. Birinin qiyməti 650-700 manatdır, o birisi 1000 manatdan yuxarıdır. Aradakı fərqi görürsünüz, kifayət qədər böyük bir fərq var. Üstəgəl, icra olunan şəhərsalma proqramları nəticəsində nə baş verir? Bazara yeni kirayə ordusu daxil olur. Məsələn, Kubinkası sökülür, Kubinkadan köçürülən deyək ki, sakinlər 2 il yarım, 3 il müddətinə hardasa kirayə qalmalıdırlar, evləri hazır olana qədər. Onlara tikinti şirkəti kirayə pulu verir. O şəxslər kirayə bazarına müraciət edirmi? Edir.
Təklif azalırmı, məhdudlaşırmı, xüsusən ucuz mənzillərdə? Sökülür, Yasamal sökülür, Sovetski sökülür, Kubinka sökülür. Müxtəlif bu 1-2 mərtəbəli fərdi yaşayış evlərindən ibarət, hansı ki, təklif portfelinin əsas hissəsini təşkil edirlər. Təklif məhdudlaşır, məhdudlaşır. Yəni, bütün baş verən proseslər bir tərəfdən də bu inzibati təsirlər ancaq qiymət artımına təsir göstərəcək. Təbii ki, kirayə mənzil bazarı üçün qiymət artımı qaçılmazdır. Təşəkkür edirik Ramil bəy. Minnətdarıq sizə. Uğurlar arzu edirik. Siz sağ olun dəvət üçün. Hesab edirəm ki, maraqlı bir müzakirə getdi. Əziz dostlar, hardan başlamalının bugünkü qonağı əmlak məsələləri üzrə mütəxəssis Ramil Osmanlı idi. Yenidən görüşəcəyik. Hələlik.